Bugün səninlə çox səmimi, çox ürəkdən gələn bir hekayəni danışacağıq. Gənc bir futbol ulduzu Arda Gülərin öz dilindən, öz sözləri ilə danışdığı həyat yoluna baxacağıq. Ankaradakı o, necə deyim, sadə mənzildən Madridin zirvələrinə gedən bir yoldan danışırıq. Bu sadəcə bir futbol hekayəsi deyil. Yəni, elə deyilmi? Yox, qətiyyən. Bu, həqiqətən də bax bir ailənin fədakarlığıdır, inanılmaz böyük xəyallardır və o xəyallara çatmaq üçün atılan cəsarətli addımlardır. Yəni, söhbət təkcə yaşıl meydandan getmirə, çox daha dərindir. Gəl başlayaq bu duyğusal səfərə görək nələr var. Başlayaq. Hekayənin lap kökündə əslində ailə dayanır. Arda varlı bir ailədən gəlmir axı. Atasının məsələn Fenerbahçe sevgisi o qədər güclü olub ki, hətta deyirlər bu sevgi üzündən maddi çətinliklər də yaşayıb. Hə. Təsəvvür elə, derbidə qol olanda evdəki çılçırağı sındıracaq qədər coşqulu bir insan. Dəhşət. Bax, bu cür bir sevgi, bu cür bir fədakarlıq şübhəsiz ki, Ardanın yolunu açıb da məktəb müəlliminin təkidi ilə Gençlər Birliyinə yazılması, sonra atasının onu hər gün saatlarla məşqə aparıb gətirməsi, bu adi bir şey deyil axı. Əsl valideyn fədakarlığıdır. Yəni, maddi çətinliklərə baxmayaraq, atası Ardanın potensialına o qədər inanıb ki, elə bil ki, bütün varlığı ilə inanıb. Sonra 13 yaşında o Fenerbahçe qərarı. Hə, o da çox çətin olub yəqin. Çox çətin, ailə üçün necə bir qərar olduğunu təsəvvür etməyəni. Həm pul məsələsi var, həm də uşaq evdən uzaqlaşır. Amma atanın o sözü, böyük xəyallar üçün böyük risklər almalısan. Bax, bu həlledici olub. Və o risk özünü necə də doğruldu. Cəmi 15 yaşında A komanda ilə ilk oyun, özdə deyir, Luis Gustavo kimi güclü oyuncuların yanında özünü, necə deyim, bir dəri, bir sümük kimi hiss edib. Hə, fiziki fərq böyük olub da. Amma meydana çıxan kimi o həyəcan birdən sakitliyə çevrilib. Və əlbəttə, o Jose Sosa ilə cərimə zərbəsi anı, dəhşət cəsarətdir. Bəli. Təcrübəli Sosa topun arxasındadır, bu gənc oğlan yaxınlaşıb topu istəyir. Azarkeşlər də bunu çox sevmişdi o vaxt. Xatırlayıram, anasının oyun sonrası göz yaşları, bu anlar var. Bax, bu anlar onun təkcə istedadını yox, həm də xarakterini göstərir. O özünə inam, hələ o yaşda. Sonra gəlir 10 nömrəli forma hekayəsi. Hə, o da maraqlıdır. Mesut Özil kimi bir addan sonra? Bəli. Özildən hətta çəkindiyini deyir, amma Özil gedəndə rəhbərliyi ona deyir ki, forma boşdadır, cəsarətin varsa geyin. Və o da 17 yaşında heç tərəddüd etmədən Qəbul edirəm deyir. Onun üçün bu sanki bir kubok qazanmaq kimi bir şey olub. Böyük məsuliyyət idi amma. Həqiqətən. Və o məsuliyyətin altından da qalxdı. Sonra Real Madrid. Bu necə baş verdi? Deyir ki, çox təklif var idi, amma yalnız həyəcanlandıranı gözləyirdi. Gözləyirdi, hə. Və o zəng gəlir. Atası deyir, Arda, Real Madrid. 4-cü böyük xəyalı. Carlo Ancelotti'nin zəngi isə tamam başqa bir şeydir yəqin. Əlbəttə, Ancelotti'nin o səmimiyyəti, deyir ki, Modric və Kroos yaşlanır, sənə ehtiyacımız olacaq. Yəni Modric, Kroos, Arda, bu adların bir yerdə çəkilməsi. İnanılmazdı. Ancelotti'nin ona həm ata kimi, həm də usta kimi yanaşması, o zarafatları, hətta o Raul ilə olan anlaşılmazlıq da gülməli idi. Deyəsən, əvvəl onu gənclər komandasının oyuncusu sanmışdı yaşından dolayı. Hə, olub belə bir şey. Madridə adaptasiyası da maraqlıdır. Məsələn, Alaba, Rüdiger biraz türkçə bilirmiş. Aha. Onun Modric'e hörmətlə Luka abi deməsi, sonra onların da zarafatla ona Arda abi deməyə başlaması, bu kiçik detallar göstərir ki, necə tez qaynayıb qarışıb komandaya. Düzdür. Və Modric'in ona o güvəni, cərimə zərbəsini ona verməsi, Arda vur deməsi. Böyük jest, çox böyük jest. Amma Arda özü də başa düşür ki, səbirli olmaq lazımdır, hər şeyin öz vaxtı var. Hətta o Çempionlar Liqası kuponunu tam qaldırmaq istəməməsi məsələsi var. Deyir ki, zədələr üzündən çox oynaya bilmədim, tam haqq etmədim kimi hiss edirəm. Bu da onun təvazökarlığıdır da. Bəli, təvazökarlığıdır. Amma meydandan kənar da onu çox təsirləndirən anlar olub. Məsələn, o 2023 zəlzələsindən sonra. Hə, o video. Dağıntılar altından çıxarılan uşağın ona mesajı. Çox təsirli idi. Çox. 5 gün sonra xilas edilən uşaq ona deyir, Arda abi, səni çox sevirəm. Fenerbahçanı qurtarmağa davam et. Xocaya da səni oynatsın. Bu sözlər, yəni futbolun nə demək olduğunu göstərir bəzən. Düz deyirsən.
Ümumiyyətlə baxanda Ardanın hekayəsi təkcə istedaddan ibarət deyil. Bu əzmdir, ailə dəstəyidir, təvazökarlıqdır və ən əsası o böyük xəyalların arxasınca cəsarətlə getməkdir. Hər addımında bunları görürsən. Və sonda onun Türkiyədəki uşaqlara o mesajı çox səmimi, çox ruhlandırıcıdır. Bir top alın və küçəyə çıxın. Özünüzü dünyanın sahibi kimi hiss edəcəksiniz. Bəlkə də bu hamımızın içindəki o uşağı, o saf xəyalları xatırlamaq üçün gözəl bir çağırışdır, elə deyilmi? Elədir, elədir. Düşünməyə dəyər. Hər kəsin öz xəyalı var axı.